Video yazı gedirmi? Bəli gedir. Əziz tamaşaçılar və verilişimizin sadiq qonaqları, bugün sizə esselerin necə yazılacağını keçəcəyik. Necə yazırsınız? Deməli, Ruşkan göstərə esse yazır. Əlbəttə ki, bu qədər soyuq zarafat eləməyəcəm. Deməli, esselər necə yazılacaqdır? Uşaqlar, esseləri yazmamışdan öncə sizin alt yapınız, türklər demiş, buna hazır olmalıdır. Yəni, bilməli olduğumuz və istifadə edəcəyimiz zamanlar və quruluşları sıralayırıq. Biz bunları artıq yadınızda sentyabr ayından keçmişik. Birincisi, present to be zamanı. Deməli, present to be zamanı nə idi? İndiki zamanda, deməli, tərkibində hərəkət olmayan cümlə idi. Elə deyilmi uşaqlar? Tərkibində hərəkət, deməli, olmayan cümlə. İlk olaraq bu. Olmayan cümlə. Burada, deməli, bir dənə nümunə cümlə. She is a very clever student. Deməli, o çox... Ekran paylaşmışsın. Ekran paylaşılmayıbdı. Əla, onu deyirdim də elə ekran paylaşmaq lazım. Okey, indi görə bilirsinizmi? Bu burada nə yazır? Bunu da buradan çıxardaq. Okey, nə geçək güllər idi. Bunu bir dənə də bu tərəfə eləyək. Aha, görə bilirsiniz uşaqlar ekranı. Problem yoxdur ki. Deməli, she is a very clever student. O çox ağıllı tələbədir. Bu nədir? Present to be elə deyilmiş uşaqlar. Present to be-nin indi sizə esseyləri hansı zamanlar çərçivəsində yazılacağını göstərəcəyim. Sonra da birlikdə essey yazacağıq uşaqlar. She isn't a very, tutaq ki, inkarı necə idi? Bir dənə yüngül şəkildə clever student. O çox ağıllı tələbə deyil və yaxud da is she a very clever student. Bu zamanlarımızdan present to be zamanı. Çünki nəyə görə bunları ilk başda göstərirəm? Mən sizə esseləri yazdıranda deyəcəm, tutaq ki, orada yox, bu zamanı istifadə eləmə, istifadə elə present simple zamanını və yaxud da present to be-ni istifadə elə və yaxud da future istifadə elə. Bunlar kimi deyəcəyim və biz onları cümlələri elə modifikasiyalar verəcəyik. Yəni bizim əsas, ana, belə deyim, skeletimiz bu zamanlardır. Bu zamanlarda biz sizlə maşallah keçmişik hamısını bir sentyabr ayından. Həm bunu 2 dəfə hətta belə deyim bu zamanları keçmişik. Bir dəfə biz bu zamanları sizlə Essential Grammar in Use Book kitabından keçmişik. Bir dəfə də hardan keçmişik uşaqlar? Abituriyentin əlbəttə ki testlərini edərkən. Sonra bizdə nə var? Present Simple zamanı vardır əziz dostlar. Present Simple zamanına necə izah verirdik? Present Simple zamanı indiki zamanda deməli təkrarlanan hərəkətləri göstərirdi, elə deyilmi? Təkrarlanan, deməli, hərəkətləri göstərən zaman. Bu bizim present simple-ımız idi uşaqlar. Məsəl üçün, belə bir cümlə deyirik. She reads a book every day. O, hər gün kitab oxuyur. Xatırlayırsınız, feilin birinci forması və yaxud da feilin s qəbul etmiş formasından istifadə edirdi. Encourage, she doesn't. Fikir verirsiniz, yadınızda bunda present simple zamanında, indiki zamanda təkrarlanan hərəkətləri bildirdiyimiz zamanda nə var idi? Do not, does not vardı inkarında. She doesn't read a book at home, deməli, every day. O hər gün evində, deməli, kitab oxumur. Suala necə olacaqdı? Do does'ın öndə gəlməsindən. Does she, okay, somebody's here. Just a second. Someone is trying to join. Ayan, hara getdin? Ayan qızım, eşidirsən məni? İnternet geçmişti. Okay, no problem. Does she, deməli, aramızdasam, görürsən ekranı, hər şey yaxşıdır. Does she read a book, deməli, every day? Deməli, o hər gün kitab oxuyurmu? Present simple, present to be. Bir dənə də nəyimiz var uşaqlar? Present continuous. Deməli, present continuous'umuz vardı. Present continuous'a necə izah verirdik? Deyirdik ki, indiki zamanda davam etməkdə olan hərəkətləri göstərən zamanı idi. Elə deyilmi? Bu çox önəmlidir bizim üçün. Məsəl üçün, belə bir cümlə deyirdik. She is studying English right now. O hal-hazırda İngilis dili öyrənir. İnkar, she isn't studying English, deməli, right now. O hal-hazırda İngilis dili öyrənmir. Sualı, is she
studying deməli English right now. O hal-hazırda ingilis dili öyrənirmi? Daha sonra bizdə past to be'miz var idi uşaqlar. Past to be'yə necə bir açıqlama verirdik? Deyirdik ki, keçmiş zamanda tərkibində keçmiş zamanda deməli tərkibində hərəkət deməli olmayan cümlələr belə verirdik. Xatırlayırsınız, yəni idi kimi olacaq idi. Mən hər hansı bir şeyi belə deyim, dərslərimiz maraqlı idi kimi belə bir cümlə qururuq. Our lessons, yadınızda bunu da keçmişik biz artıq, were very interesting. Our lessons were very interesting. Bizim dərslərimiz çox maraqlı idi. İndi bunu inkar etmək istəyəndə our lessons weren't deməli very interesting kimi. Deməli, sual vermək istəyəndə bizə saniyə. Deməli, were our lessons və yaxud da your lessons deyək, maraqlı olsun. Were your lessons very interesting olaraq gedəcək. Very interesting. Interesting olaraq gedəcək. Gəldik bura qədər. Tamam, əla. Buraları bildik. Müəllim, siz yeniliklərdən danışacağam. Səbirliyimi denə. Deməli, sonra növbəti hansı zamanımız qaldı? Bizdə past simple, bir də future simple. Deməli, past simple zamanı, past simple deməli, nə deyirdi uşaqlar? Keçmişdə hərəkət oldu, bitdi. Keçmişdə olub, bitən, indiki zamana və indiki zamana heç bir təsiri olmayan, elə deyil uşaqlar? İndiki zamanla əlaqəsi olmayan, təsiri olmayan zaman idi. Keçmiş zaman idi. Keçmiş zaman. Məsəl üçün, belə bir cümlə qururduq, əziz dostlar. Deyirdik ki, feilin ikinci formasını istifadə edirdik. Xatırlayırsınız? I saw Murad, tutaq ki, saw, sinin ikinci forması. At the library, deməli, yesterday evening. Deməli, mən Muradı kitabxanada dünən gördüm. İnkar necə idi? I didn't see Murad, deməli, at the library, deməli, yesterday evening, dünən axşam Muradı kitabxanada görmədim. Sualımız necə idi? Did you see Murad library? Deməli, yesterday evening, sən Muradı gördünmü kitabxanada? Tamam, əla. Bura qədər bildiyimiz şeylərdənsə. Sonra past continuous haqqında tez danışırıq. Past continuous. Past continuous-a nə deyirdi uşaqlar? Keçmişdə müəyyən bir müddət, elə deyilmi? Müəyyən bir müddət davam edən hərəkətləri bildirən zaman. Belə deyirdi, elə deyilmi uşaqlar? Məsəl üçün nə deyirdi? She was drinking water when I, deməli, entered the room. Mən otağa daxil olanda o su içirdi. Buradakı, bax, bu hissədir uşaqlar, past continuous zamanımız. She was drinking water, okay? Sonra bunu inkar etmək istəyəndə nə deyirdi? She wasn't drinking water, deməli, when I entered the room. Bu past simple-la adətən birləşdiyini xatırlayırsınız. Venli birləşmələr şəklində past simple-la birləşir. Biz venli birləşmələri esselərimizdə də çox istifadə edə bilərik uşaqlar. Çox gözəl. Sonra üçüncüdə isə nə deyirik? Deyirik ki, was she, deməli, drinking water when you entered the room. O su içirdimi sən otağa daxil olanda. Sonra bizdə essedə istifadə edəcəyimiz zaman uşaqlar future zamanıdır. Yəni gələcək zamandır. Future simple xüsusilə burada vurğulayıram. Uşaqlar, burada future simple'ın will halını adətən istifadə edin. O future simple'ın digər halları var idi. Yadınızda to be going to falan var idi. Belə bir şeylər var idi. Onları istifadə etməyin adətən. Çünki əlavə çətinliklər yaradarsınız özünüz üçün. Gələcəyə aid nəsə demək istəyirsinizsə, sadəcə future simple istifadə edəcəksiniz. Future simple-da necə idi uşaqlar? Məsəl üçün, Ali
will call me later this evening. Bu axşam daha sonra Ali mənə zəng edəcəkdir. Ali won't, will ilə not birləşəndə won't olurdu, amma yadda saxlayın ki, biz esselər yazanda adətən bacardığımız qədər qısaltmalardan istifadə etməməyə çalışacağıq. Uşaqlar is not deyəcəyik, will not deyəcəyik. Çünki bu birincisi yazımızın daha sadə və gözəl görsənməsinə səbəb olar. İkincisi tələbələrimizin bəzən etdiyi səhvlər var. Esselər yazarkən xüsusilə bu apostrofları düzgün qoyulmaması, qısaltmaların düzgün yazılmaması. Bu bizə əlavə çətinliklər yaradacaqdır. Ona görə də bacardığımız qədər nə edirik? Uzun variantlarından istifadə edirik. Həm də söz sayını çoxaldacaqdır bu. Ali won't call me later this evening. Ali bu axşam daha sonra mənə zəng etməyəcəkdir və yaxud da will Ali call you later this evening. Ali bu axşam daha sonra sənə zəng edəcəkdirmi? Uşaqlar, bu hələ ki davam edir mövzumuz. Bir saniyə görün, bu aşağı gəlirmi? Yoxsa buradan, okey, yaxşı, yeni bir şey açaq o zaman. Bir dəqiqə, belə eləyəyin, gözləyin. Mən hələ ki bunları sizə bir dənə şəkil halında göndərim. Deməli. Okey. Bilirəm ki, bu artıq sizdə var bunların hamısı. Sadəcə bu esseləri ümumiləşdiririk. Gözləyin. Deməli, sizə şəkil halında göndərdim uşaqlar. İndi davam edir məsələmiz. Hara kimi gəldik? Feature kimi gəldik. Bundan əlavə nələrimiz var ki, müəllim? Hansı zamanlar istifadə edəcəyik ki? Zamanlar deyil də quruluşlar, fərqli başqa quruluşlar da istifadə edəcəyik. Elə həmin quruluşları siz burada görürsünüz əziz dostlar. Bu hansı quruluşlardır? There is, var, vardır quruluşu. Var, vardır quruluşunun uşaqlar essələrimizin tərkibində geniş istifadə edəcəyik. Və var, vardır quruluşunun deməli, baxın burada sizə perfect zamanı lazım deyil. Perfectlə biz işləməyəcəyik esselərdə. Qəti şəkildə perfectlə işləməyin. Var, vardır quruluşunun əziz dostlar, biz müxtəlif hallarını keçəcəyik. Bunlar hansılardır? Gəlin görək. Deməli, var, vardır quruluşunda deməli, burada aidiyyat mövcud deyildir. Ən önəmli məsələ bundan ibarətdir. Aidiyyatın mövcud olmaması nə deməkdir? Var, vardır deyirəm. Malik olmaq barəsində də var, vardır da uşaqlar. Məsəl üçün deyirəm ki, I have a car. Nə deməkdir? Mənim maşınım var deməkdir. Elə deyilmi uşaqlar? Bu da var mənasına gəlir. Amma I have a car ifadəsində mən görürəm ki, mənim maşınım var deyəndə mən görürəm ki, bu ifadə o qədər də hər hansı bir əşyanın haradasa olduğunu göstərmir. Əksinə mənim hər hansı bir sadəcə əşyaya malik olduğumu göstərir. Elə deyilmi? Mənim maşınım var. Tamam, bura qədər hər şey aydındır. Amma burada nədir? Burada aidiyyatı olmaq mövcud yoxdur burada. Sadəcə hər hansı bir əşyanın, insanın hər hansı bir yerdə olduğunu göstərir. Və bunun 3 dənə zamanı var. İndiki, keçmiş və gələcək. İndiki zamanda uşaqlar there is gəlir, özündən sonra sayılan təksim gəlir. Məsəl üçün bu cümlə nümunəsinə baxaq. There is a man in our street right now. Nə deməkdir? Bizim küçədə hal-hazırda bir dənə adam var. İkinciyə baxırıq nədir? İkinci, there are 5 people in our street right now. Bizim küçədə hal-hazırda 5 dənə adam var. Bəli, bu var, vardır strukturundan da artıq bunun qrammatikasında keçmişik. Biz istifadə edəcəyik. Burada sadəcə elə bir təzədən təkrarlayırıq. Sonra there was, there were, var, vardır mövcuddur. Uşaqlar, bu var idi mənasında istifadə olunan qrammatik strukturdur. Deməli, məsəl üçün deyə bilərik ki, there was a car in front of your door yesterday. Dünən sənin qapının ağzında maşın var idi. Və yaxud da there were-dən istifadə edirik. Özündən sonra sayılan cəmsim gəlir uşaqlar. There were a few cars in front of your door yesterday. Sənin evinin qapısında dünən maşın var idi. Tamam. Bura qədər hər şey əla. İndiki zamanını keçdik. Keçmiş zamanını keçdik. İndi gəlir gələcək zamanı. Gələcək zamanında sadəcə
will be istifadə edirik əziz dostlar. Təkid üçündə, cəm üçündə fərq eləmir. There will be deyəcəyik burada. Olacaqdır deyəcəyik. There will be a problem after a few months. Bir neçə aydan sonra problem olacaqdır. Və yaxud da there will be some problems in the company. Şirkətdə bəzi problemlər olacaqdır. Əlbəttə ki, uşaqlar ingilis dilinin inkar və sual məntiqi burada da özünü göstərəcəkdir. Deməli, inkar edəndə nə edirdi uşaqlar? Sadəcə there'in to be'sinin üzərinə inkarı gələcək. Uşaqlar to be də yuxarıda gördüklərinizdən zamanına uyğun olaraq biri olacaqdır. Elə deyilmi? Məsəl üçün there isn't any problem here. Burada heç bir problem yoxdur. Sual verəndə nə edirdi uşaqlar? To be öndə gələcəkdir. Sonra there istifadə olunacaqdır. Is there tutaq ki any problem here. Burada hər hansı bir problem varmı? Əlbəttə ki, zamana uyğun olaraq, təkinə cəminə uyğun olaraq buranı siz dəyişəcəksiniz. Sadəcə diqqət etməli olduğunuz gerəkən şey ondan ibarətdir ki, notu burada baxın. Gələcək zamanda will not be deyəcəksiniz. Deməyəcəksiniz burada will be not deməyəcəksiniz. Okay? Məsəl üçün there will not be any problems. Heç bir problem olmayacaqdır və yaxud da will there be any problems. Hər hansı bir problem olacaqdırmı? Okay? Bura qədər hər şey aydındır uşaqlar. Yadımıza düşür də bu köynə keçdiyimiz bütün qaydalardır. Yəni yeni bir şey yoxdur burada. Sadəcə bunların hamısını paketləyib burada göndərirəm. Yığıram. İndi yazı mərhələsinə keçəcəyik. Bizə saniyə. Nə mövzusunda? Necə? Nə mövzusunda? Nəyin nə mövzusunda? Esselərdə. Esseləri nə mövzusunda yazacağıq? Baxacağıq. Onu hələ seçməmişəm qızım. Bugün baxarıq. Görək nə mövzusunda yazacağıq. Getdik. Daha sonra nəyi istifadə eləyəcəyik sonuncu olaraq biz esselərdə uşaqlar? Malik olmaq feilini amma Amerikan aksentdən. Yadınızda malik olmaq feilinin iki dənə ləhcəsi var idi. Britaniya və Amerika ləhcəsində demişdik, elə deyilmi? Britaniya ləhcəsində necə idi? Have got, has got idi uşaqlar, elə deyilmi? Amerika ləhcəsində necə idi? Eləcə have, has idi, elə deyilmi? Uşaqlar, burada eləcə have, has olan variantını istifadə edəcəyik. Çünki qrammatikası daha sadədir. Bir dənə xatırlayırıq, deməli malik olmaq feilimizi yüngül şəkildə malik olmaq American version Amerikan versiyasını xatırlayırıq uşaqlar. Bu əslində Amerikan versiyası deyil, artıq gündəlik həyatda da, hətta Britanların özü də bunu daha çox istifadə etməyə başlayıbdır. Yəni ən geniş yayılmış versiyaları bir dəqiqə bu versiyasıdır. Məsəl üçün gəlin baxaq. Deyirəm ki, she has a car. Onun maşını var. Bunu inkar eləyəndə yadınızda Amerikan versiyasında do not, does not vasitəsilə inkar edir. Elə deyilmi? Ona görə she doesn't have a car. Onun maşını yoxdur. Sual verəndə isə does she have a car deyirik. Onun maşını varmı deyirik əziz dostlar. Gördüyünüz kimi bu bizim malik olmaq feilimizi idi. Bu da getdi. Daha sonra nə qaldı? Bir də passiv. Bacardığınız qədər istifadə etməyin, yenə də deyirəm. Amma birdən elə bir cümlə olar ki, biz passiv istifadə edəsi olarıq orada. Baxın, həmin vaxtda da əgər passiv istifadə etmək məcburiyyətində qalsaq da, yenə də passive voice-dan istifadə edəcəyik. Passive voice-un ümumi formulasını xatırlayırıq. Bircə dənə object-i, to be-dir. Bir də feilin üçüncü formasıdır. Object nə deməkdir? Yəni, təsdiqli olan cümlənin obyekt hissəsini önə alıb gətirib bura subject olaraq qoyuruq. Yadınızda nümunə olaraq göstərəm. Hər bir zamanın özünün passivi var idi. Xatırlayırsınız. Baxın, onları da burada istifadə edə bilərik. Məsəl üçün, təsdiq cümləsində she has bought, yox, belə deyil. She bought a new car. O yeni bir maşın aldı. Yeni bir maşın alındı deyəndə necə eləyəcəkdik uşaqlar? A new car. Sonra yeni bir maşın alındı past simple cümləsi olduğu üçün past simple'ın to be'si də was, were idi xatırlayırsınızsa passive voice də ona görə was qoyuruq. Sonra by feilinin üçüncü formasından istifadə edirik. Bought. Deməli, a new car was bought
Yesterday. Dünən yeni bir maşın alındı. İnkar etmək istəyəndə isə object deməli to be not feilin 3-cü formasından istifadə edəcəkdik. Yəni a new car wasn't bought deməli yesterday. Dünən yeni bir maşın alınmadı. Sualını verəndə isə was were öndə gələcək. Yox, bu bir daha doğrusu deyək buna. Çünki zamana uyğun olaraq dəyişə bilər bu. Sonra object gəlirdi yadınızdadırsa. Sonra isə feilin 3-cü formasından istifadə edirdik. Deyirik ki was a new car bought yesterday. Dünən yeni bir maşın alındı mı? Belə bir ifadəndə istifadə edirdik əziz dostlar. Yaxşı müəllim. Bunu da başa düşdük, bunu da xatırladıq. Bunu da biz yazacağıq. Bəs sonra, daha sonra nələr istifadə edə bilərik? Əslində biz burada bir çox şey istifadə edə bilərik. Amma bu çox şey istifadə edə biləcəyimiz o demək deyil ki, biz çox şey istifadə etməliyik. Okay? Deməli, çox şey istifadə edəcəyimiz o deyil ki, biz çox şey istifadə etməliyik. Ay müəllim, niyə bunu belə deyirsiniz? Çox şey istifadə etməliyik. Bəs çox şey istifadə etsək daha gözəl alınmazmı bizim necə deyirlər, bu mətnimiz? Xeyr əziz dostlar, yadda saxlayın. Çox şey istifadə edəndə çox səhvlər edə bilərsiniz. Əlinizdə bir neçə dənə cəmi yaxşı bildiyiniz qayda olsun və o yaxşı bildiyiniz qaydaları çox gözəl şəkildə siz istifadə edin, orada yazın. Bu sizin üçün daha güclü effekt verəcəkdir. Nəinki tutaq ki, deyək ki, yaxşı bilmədiyiniz o qədər də bir çox qaydaları ora yazmaqdan. Deməli, uşaqlar, ilk olaraq zamanlardan istifadə edirik və to be quruluşlarından istifadə edirik. Sonra biz var-vardırdan istifadə edirik, əziz dostlar. Sonra isə malik olmaqdan istifadə edirik və əlavə olaraq əlbəttə ki, passive voice-dən istifadə edəcəyik, yəni məhsul növdən istifadə edəcək. Yaxşı, bunların hamısını bildik. Əla, gözəl. İndi müəllim, gəlin işin praktik hissəsinə keçək. İndi gəlin görəyin. Biz birinci esse gördük, ona necə yanaşacağıq əziz dostlar. Tutaq ki, bu esseni yazmaqdan ötəri mən sizdən nə edirəm? Mən sizdən Dövlət İmtahan Mərkəzinin, Dövlət İmtahan Mərkəzinin nə edirəm? Öz kitabımın. Dəqiqə, mənim də öz kitabım var bir dənə. Ay, reklamlar. Deməli, bir saniyə gözləyin. Bir saniyə gözləyin. Aha. Mən öz bir dənə kitabımı açım sizin üçün uşaqlar. Documents. Okay, pasport yeni. Çünki nəyə görə deyirəm uşaqlar, Dövlət İmtahan Mərkəzinin kitabında bəzən şeylər çox yaxşı düşmür. O arxadakı şəkillər. Mən bacardığım qədər burada əllə seçib daha yaxşılarını göstərməyə çalışmışam. Ona görə baxanda avtomatik olaraq şəkillərə aydın olur ki, söhbət nədən gedir. Yəni sırf orada baxanda aydın olsun deyə bu məsələyə görə deyirəm ki, öz kitabımdan işləyək. Gözləyin bir də saniyə. Deməli, United Passport yeni. Just a moment. Aha. Yukarı gel. Okay. Saniye. Geldi mi? Buradan o tarafa gelmir. Niye gelmirsən buradan o tarafa? Gözləyin uşaqlar. Yaxşı, belə eləyək. Mən bunu Telegramdakı yerdən götürüm. Üzr istəyərək dənə. Əlbəttə ki, xüsusi yerlərdə gizlətmişəm mən bunu. Bu arada mən baletçalıq şəklində, ona baxın. Heç nə dəyişməyib. Eyni şeydir. Deməli, Enhanced Edition. Bəli. Könül qəşəng dəyişikliyi göstərdi, dedi. Saçındakı tuş saqqalına gedibdir. O da düzdür. Düz sözü nə deyəsən? Görə bilirsiniz uşaqlar ekranıma hal-hazırda. Problem yoxdur ki? Bəli, görünür. Okay, görünür. Getdik. Gözləyin. Aha, baxın, burada uşaqlar şəkillərimiz var və şəkillərə uyğun olaraq şeylər yazmalıyıq. Gəlin baxağın. Bu şəkildə nə görürük? Gəlin görəyin nə var? Deməli, baxın, elə bu oğlandır. Elə 14-cü story'yə gəlin baxaq. Nə görürəm 14-cü story'də? Oğlan banan yeyir. Elə deyilmi? Meymun o bananı ondan istəyir. Birinci ilk olaraq şəkili anlamaq. Deməli, birinci addım. Birinci addımda nə edirik uşaqlar? Understanding the story. Deməli, birinci addım. Understanding the story. Birinci addımda şəkli anlamaq.
Baxırsan ki, görüm mən nəyi yazacağam, nə edəcəm, ümumiyyətlə nə haqqında yazacağam. Bəzi tələbələrimiz var, şəkli anlamadan bir dəfəlik məsələyə girmək istəyirlər ki, başlasınlar bunu yazmağa. Yox, birinci şəkli anlayaq. Şəkildə nə görürəm? Banan istəyir meymun, oğlan uzaq tutur bananı, birinci qorxur, çəkinir, elə deyilmi? Sonra nə görürəm? Bu oğlan daha da meymunla isnişir, belə deyək, və bananı ona uzadır. Meymun da bananı yeyir və ondan sonra ikisi də xoşbəxt olurlar, dostlaşırlar. Buradan bir hekayə çıxardacağıq uşaqlar. Deməli, ümumi hekayəni başa düşdük, elə deyilmi? Burada biraz xəyal gücünüzü istifadə edin. Ay müəllim, nə yazmayı buradan? Deməyin, xahiş edirəm, biraz xəyal gücünüzü istifadə edin. Okay? Mən bir şey deyə bilərəm. De qızım, əlbəttə ki. Bu... Mən məktəbdə bu tip şeyləri çox yazıram, amma mən həmişə belə başlayıram. In the picture I can see, belə başlayıram, yəni. O bir yəni problemdir. In the picture I can see. Əslində problem deyil, xeyr. Amma belə deyim, bunu bəzən belə də başlaya bilirlər, bəzən belə də başlamaq olur. In the picture there is dən də başlamaq olur, there is there da başlamaq olur. Xeyr, sənin başladığın problem deyildir. Kim demişdi ki, sənə problem? Mənə o da rahat gəlir, yəni. Yox, əgər sən öyrəşmişəm, nə yəni? Yox, qızım, əgər sənin özünün, belə deyim, artıq formalaşmış bir sxemin varsa, belə deyim, sənin özünün formalaşmış bir sxemin varsa ki, ay müəllim, mən belə görürəm, belə başlayanda daha rahat oluram. Tamam, oradan başla. Amma cümləni belə deyim də, üçüncü şəxsin dilindən də çox danışma, belə deyim sənə. Elə şəkildə olanı da sadəcə danışma. Yox, üçüncü şəxsin dilindən danışmıram. Yəni nə gördüyümü yəni yazıram da, yəni. Ay sağ ol. Görürəm ki, oğlan belə eləyir, qız belə eləyir. Uşaqlar, sizə maraqlı bir şey deyim sizə. Bəli, elə yaxşı yerə. Mən əlavələr də artırıram. Yəni heç görmədiyim şeyləri də artırıram. Ay sağ ol. Tam olaraq nöqtə atış edin. Deməli uşaqlar, birinci girişdə deməli belə deyəcəyik biz. Bizim giriş cümləmiz olmalıdır bizim hər zaman. Deməli starter deyəcəyik biz buna uşaqlar. Starters. Bizim yəni nə ilə başlayırıq? Girişimiz. Qızım çox gözəl yerə barmaq bastı. Starterlarımız olmalıdır. Bu arada starter uşaqlar yeməkdə sulu yeməklər olur, ona da deyirlər. Ehtiyatlı olun. Yəni başlanğıc eləyənlər. O bizdə deyirlər üstündə pervilər. İndi bizim pervimiz olmalıdır. Yəni birinci görək necə giririk. Yəni söhbəti açaq da, belə deyim. Söhbəti açmaq üçün nələrdən, starterlarımız nələrdə ola bilər? Elə qızım, sənin dediyin variantı qoyuram ora. In the picture I can see. In the picture deməli I can see. Buradan nöqtə gedirik. Nə deməkdir bu? Şəkildə mən görə bilirəm ki, bir də i hərfi barəsində xüsusi bildirim. I hərfi ingilis dilində başı şeysiz yazılır. Nə deyirlər onun adına? Nöqtəsiz yazılır, okey? Başında nöqtə qoymayın ha i hərfinin. Böyük hərfi nöqtəsiz yazılır. Ayda da necədir? Görürsüz, nöqtəsizdir. Kiçik hərfinin başı nöqtəlidir. Ya belə başlayarsınız, ya da there are-nan, there is nöqtə in the picture. Deməli, belə başlayarsınız. Məsəl üçün there is, there are da ola bilər. Bax bundan belə də başlaya bilərsiniz. Bu sizin starterlarınızdır. Yəni mövzuya girişinizdir. Uşaqlar, sizə maraqlı bir bu düzdür. O zamanları dedik biz. Bundan öncəki göstərdiyimiz zamanları göstərdik. Amma bu zamanların içərisində bizdə bir dənə zaman vardır ki, çox önəmlidir. Bu hansı zamandır? Bu bizim bircə saniyə gözləyin. Mən sizə göndərməmişəm bunların hamısını. Kimə göndərdim mən? Səhərdən göndərdiklərimi kimə göndərirəm uşaqlar mən? Oh mon dieu, je n'ai pas s'il vous plaît. Yəqin ki, Sevinç xanım, sizdən öncə Sevinç xanımın dərsi idi. Baxın, hamısını göndərmişəm ora. Gözləyin. Bunlar bir dəqiqə sizə təzədən yönləndirim. Okey. Gözləyin, yaxşı baxdım, fikir verdim, fərqinə vardıq. Deməli, 9-cu siniflərim. Okey. Bəli, bu biri. Sonra Sevinç xanımın dərsindən götürürük. Okey. Bu ikincisi. Okey. 9'ları. Mənim Haydi. mənim essay yazmaq
haqqında heç bir təcrübəm yoxdur. Həyatımda 2 dəfə monitoringdə essay yazmışam. İndi sən görsən nə esse yazan o. Qızım məşq eləyəcəyik. Məşq eləyəcəyik. Narahat olma. Yazacağıq. Hamısını heç narahat olmayın. Yəni inanın mən ilk essemi yazana qədər esse yazmaq haqqında heç bir təcrübəm yox idi. Hər kəs elədir. Hamının bir ilki vardır qızım. Okay? Heç narahat olma. Yəni partladacaq Allahın izni ilə. Birlikdə də köməklik eləyəcəyəm. Uşaqlar, bunları bura attım, şükür. Deməli, uşaqlar, bu zamanların içərisindən bizim üçün bir dənə zaman vardır ki, ən önəmli zamandır. Bu zaman bizim present simple zamanımızdır. Niyə müəllim present simple zamanımız bizim üçün çox önəmli hesab olunacaqdır? Uşaqlar, ona görə çox önəmli hesab olunacaqdır ki, İngilis dilində bizim hekayələri yazacağımız 2 dənə zaman ola bilər. Bir bizim past simple'ımızdır bu. Past simple zamanımızdır. Past simple necə tərcümə olunurdu? Oğlan qapını açdı, içəri girdi, nə bilim meymunu gördü, elə deyilmi? Bir bizim past simple'ımız ola bilər uşaqlar yazacağımız, şeylər, esselər yazacağımız. Bir də present simple'ımız ola bilər. Çox maraqlıdır. Ay müəllim present simple niyə? Axı present simple təkrarlanan hərəkətlərdən bəhs edirdi. Niyə present simple'da biz hekayələr yaza bilərik? Ona görə ki, uşaqlar, present simple həm də hadisələrin axıcılığından da bəhs edərkən istifadə olunur. Ədəbi dildə çox istifadə olunur bu. Xüsusilə də hətta bəzi kitablar vardır ki, uşaqlar, sırf present simple zamanında yazılmışdır. Necə? Səhv eləmirəmsə kitabın adı Divergence idi. Fərqlilik. Belə bir kitab var idi oxuduğum və o kitab başdan sona present simple istifadə edirdi demək olar ki. Məsəl üçün belə idi. Luna Stefanı görür. Onlar əslində plandan xəbərdardırlar. Onlar bu planı heç kimə demirlər. Birlikdə gəlib otururlar. İkisi də çox sakitdirlər. Stefan yeməyini götürür. O yavaşca yeməyini yeməyə başlayır. Bu sırada deməli Alena, nə bilim Alena qoymuşdum qızın adını, yoxsa nə qoymuşdum? Alena Stefana baxır. Fikir verirsiniz uşaqlar. Present simple zamanı, indiki zaman Azərbaycan dilində də mövcuddur. Bəli, bəli. Present simple zamanında siz hadisə axıcılığı qura bilərsiniz. Amma müəllim daha yaxşısı nə olar? Daha yaxşısı past simple istifadə etmək olar. Sadəcə past simple istifadə edəndə problem nə ola bilər? Onu deyim sizə. Qaydasız feillər lüğətini yaxşı bilməlisiniz ki, ikinci qrup feilləri istifadə edə biləsiniz. Okay? İkinci qrup feilləri istifadə edə bilərsiniz. Sonra getdi indi burada dediyim kimi bu 2 dənə zamana çox diqqət edirik. Starters'ı veririk. Gəlin indi buradakı esseni yazmağa çalışaq. Deməli, burada 2 cür starterdan verə bilərik. In the picture belə qızımın verdiyi starterdan başlaya bilərəm. In the picture deməli I can see dedikmi? Nə görə bilirəm uşaqlar? There is a monkey and a boy. Nə istifadə edirəm? There is, there are quruluşunu istifadə elə. Birinci Azərbaycan dilində düşünün uşaqlar. Birdən-birə ingilis dilində düşünmək məcburiyyətində deyilsiniz. Şəkildə bir oğlan və bir meymun görürəm deyirsiniz də və yaxud da şəkildə mən görürəm ki, bir oğlan və bir meymun var demək istəyirsiniz. Elə deyilmi? O zaman nə edirsiniz? Var, vardır. Nə deməkdir bizdə? There is, there are quruluşudur. Getdik. Bunlardan there is, there are quruluşundan istifadə edəcəyik. There is a boy and a monkey. Ay müəllim, axı niyə there are istifadə etmədik, there is istifadə etdik? Xatırlayırsınız uşaqlar, agreement mövzusunu keçəndə demişdim ki, there is, there are özündən dərhal yanında sonraki isim nədir ona baxaraq təkdə və yaxud da cəmdə olacaqdır, okey? Təkdə və yaxud da cəmdə olacaqdır. Bura kimi yazdıq? Deməli, şəkildə bir oğlan və bir meymun var. Sonra nə yaza bilər? Azərbaycan dilində düşünün. Birinci Azərbaycan dilində düşünün uşaqlar. Dərhal ingilis dilində düşünmək məcburiyyətində deyilsiniz. Çox çətindir çünki birdən-birə ingilis dilində düşünmək. Sonra mən nə görürəm? Oğlan banan yeyir. Bu cümləni qura bilər. Uşaqlar, möhtəşəm cümlələr qurmaq məcburiyyətində deyilsiniz ha. Nə bilim IELTS cümlələri qurum orada, nə bilim partladı. Məcburiyyətində deyilsiniz. Oğlan banan yeyir. Ayan, hansı zamandadır oğlan banan yeyir ifadəsi səncə?
Bu zamanlarımızdan hansı zamanda götürərsən? Oğlan banan yeyir. İndi bir dəqiqə eləyir də oğlan hərəkət. Yemir axı. Həmçinin Deməli, Yiyəcəkdi amma yemədi. şəkildə görmədiyimiz şeyi də deyə bilərik də, elə deyilmi? Olar, nəsə. Ola bilərik də, elə deyil. Yaxşı, sən xətrinə dəmirəm ki, oğlan banan yeyir yerinə nə deyə bilərik? Oğlanın əlində banan var deyə bilərik uşaqlar. Elə deyilmi? Malik olmaq feilini deyə bilərik biz burada. Var, vardır. Yadınızda? Var, varın iki dənəsi var idi. Bir var malik olmaq feili barəsində var. Elə deyilmi? Have, has. Biri də var, nə var idi? Biri də var idi hər hansı bir əşyanın hər hansı bir yerdə yerləşməsi. Burada əlbəttə ki, oğlan o banana malikdir deyə have-haslə deyə bilərik də, elə deyilmi? Oğlanın bananı var, belə deyək. The boy, oğlan. Niyə they istifadə elədik uşaqlar burada? Çünki oğlan axı bizdə gördüyümüz kimi şeydir, belə deyim sizə, dəqiq oğlandır. Hansı oğlan? Şəkildə gördüyümüz oğlan, elə deyilmi? Ona görə müəyyənlik artikel istifadə edirik. The boy has a banana. Banana. Eşitmişsiniz o şeyi? Power, strength, banana. Baxmısınız ona YouTube'da? Yox, görməmisiniz. Baxarsınız sonra. Deməli, the boy has a banana. Əlində demək istəyirik. In his hands. Əlinin içərisində. Yadda saxlayın, prepositionlardan əlində mənasını verən preposition inlə istifadə olunur. Oğlanın əlində banan var. Sonra nə görürük uşaqlar? Meymunu görürük. Elə deyilmi? Meymun nə edir burada? Bananı istəyir də, elə deyilmi? Həmçinin burada necədir qura bilərik? Azərbaycanın ən çətin hissəmiz burada Azərbaycanda bu zamanlardan birinə uyğun gələcək sadə bir cümlə qurmaqdır ki, sonra onu ingilis dilinə çevirək uşaqlar. Siz nə deyə bilərsiniz burada? Deyə bilərsiniz ki, meymun Oğlanın yanına hoppandı. Haycan necə deyəcəksən? Oğlanın yanına hoppandı. Hoppandı, deyəkmi? Olsun deyək. A monkey jumped next to him. Bax burada amma bir şey var. Zaman uyğunluğuna fikir verməliyik. Biz burada hələ Jump sonda. indiki zamandan istifadə etmişik. Yox, əslində çevirə bilərik biz bunu keçmiş zamana. Biz bunu keçmiş zamana çevirə bilərik. Onda necə çevirəcəyik qızım? Birləşdirici ilə. Bu vaxtı at this time bu zaman deməli bir meymun peyda olur ağaclığın arasından və yaxud da oğlanın yanına tullanır. Belə deyəkmi? Suddenly da ola bilər. Suddenly da ola bilər. Ay, sağ ol, super. Suddenly, Suddenly deyəcəksin qızım. Past simple istifadə edəcəksən də, elə deyilmi? Past simple. Ay, sağ ol, past simple istifadə elə. Çünki A monkey a monkey, jumped next to him. Yəni yanına Ay, hoppandı. sağ ol. Next to the boy və yaxud da next to him. Ay, sağ ol. Next to ifadəsi uşaqlar yanına, yanında mənasıdır. Jumped bir dəqiqə. Suddenly a monkey jumped next to him. Yanına hoppandı. Hımı yazmış. Bir deməli meymun onun dərhal yanına hoppandı. Tamam, bunu qoyduq. Past simple'dan qoyduq. Amma fikir verdiniz uşaqlar keçidi necə elədik? Keçidi əgər keçmiş zamanlardan istifadə Mən qabaqlara bir şeylər əlavə edə bilərəm. Decəsin. In the picture, I can see a boy who is walking in the forest, which is there are many monkeys. He walked a lot, so for that he feels tired and hungry. Sonra da yəni bananı götürdü falan. Ay sağ ol. Allah cəzanı verməsin. Qısa və konkret. Sən nəyə görə Allah cəzanı verməsin? Çünki qız aydındır, sən maşallah bilirsən. Söhbət yoxdur. Amma biz bu guidance-ı nə üçün eləyirik? Sadə və effektiv şəkildə yaza bilək deyə eləyirik. Okay? Sənin əlavələrin möhtəşəm idi. Mən buna heç nə demirəm. Amma yenə də deyirəm, biz burada əsas məqsədimiz nədir? Maksimum dərəcədə sadə yazaraq effektiv şəkildə bal ala bilək. Başa düşürsən necə? Mən çox söz istəyirlər də ona görə. Haycan?
Çox söz də istəyirlər məsələn Çox söz yazdığından də olsun. istəyirlər, sən yaza bilərsən, bir problem yoxdur. Amma düşün ki, burada Ayanın da dediyi kimi, düşün ki, indi bu videonu mən nə edəcəyim? Uşaqlar, bu videonu mən paylaşacağam böyük ehtimalla istəyən tələbələrimlə. Elə tələbələr var ki, uşaqlar, orada heç indiyənə kimi şey eləməyiblər. Yazmayıblar, birinci səfərdə cümlə qururlar qızım. Yəni bu ən çox belə deyim, o tələbələri də nəzərə alaraq, ümumi hamını nəzərə alaraq. Çünki yox, əgər istəsən daha da gelişdirmək, burada IELTS cümlələri də baxar belə. I assume zat da deyə bilərik. I assume there is the monkey is very hungry because it seems that several days he has not been eaten and that's why when he saw that. Yəni gedə bilərəm də burada cümləni, elə deyilmi? Bacardığım qədər mən istəyirəm ki, lokallaşdırım, daha lakonik eləyim, qısa eləyim. Okey qızım? Aydındır nəyə görə? Amma sən dediyin çox gözəl cümlələr idi. Həqiqətən çox xoşuma gəldi. O cümlələri əlavə etmək istəsən, əlavə et özün üçün. Nə görürük inşallah? Birinci şəkli gəlin təsvirini də şeylə suddenly a monkey jumped next to him. Oğlanın yanına hoppandı. Sonra oğlan deməli oğlan qorxdu. Sadə bir cümlə deyək. Oğlan qorxdu. Yəni yenə deyirəm, bacardığım qədər sadə tutmağa çalışıram. The boy, uşaqlar, the boy qorxmaq nədir? To be scared. Felt scared. Felt ola bilər qızım, düz deyə bilərsən. To be ilə nə deyə bilərik? The boy was scared da deyə bilərik. The boy felt scared da deyə bilərik. To be scared ilə deyək. Sadə olsun deyə. Was scared. Deməli, oğlan qorxdu. Oğlan qorxdu. Gördüyünüz kimi bacardıqca qısa və lakonik yazmağa çalışır uşaqlar. To be scared-dən. Birinci şəkil təsvirini bitirəyin sonra oğlan gördü, meymun meymun da həmçinin banan istəyir. 2 dənə cümlə yazacağıq burada. Birləşdirib. Oğlan gördü ki deyəcəyik. Oğlan gördü ki, yenə past simple istifadə edirik. Çünki cümlələrimizi past simple. The boy saw that. Ay sağ ol. Past simple-a çevirmişik deyə past simple-dan davam eləyəcəyik. Oğlan gördü ki uşaqlar. Deməli, the boy, oğlan saw that. That ki bağlayıcısıdır. Yadda saxlayın. Harada ki istifadə etmək istəyirsiniz, zəti qoyursunuz. The boy saw that. Oğlan gördü ki. The monkey also wanted to eat banana. Super. The monkey also wanted to eat banana. Və yaxud da the monkey wanted to eat banana. With banana too. Sonda da istifadə edə bilərik. Burada uşaqlar also to-dan istifadə edəcəyik. Sizin üçün asan olsun deyə ən sadə variantı to-nun istifadə olmasıdır sonda. Nəyə görə to-nun sonda istifadə olunmasını həmçinin də daha uyğun götürün? Çünki uşaqlar bizim to-muz o sonda olan to cümlə tamamən deyiləndən sonra sona əlavə olunur və cümlənin əsasında bir modifikasiyaya ehtiyac duymuruq biz. Amma also da also-nu əsas feilin önünə qoymalıyıq biz. Ona görə də tələbələr əsas və köməkçi feillər arasında bəzən ilişib qalacaqları üçün to-nun sonda istifadə olması daha asan yoldur bizdə. Deməli, the monkey the boy saw that, oğlan gördü ki the monkey wanted, meymun istədi to eat, yeməyi. Yadda saxlayın uşaqlar. Belə deyim, əgər bir feilin, 2 dənə feil, əsas feil istifadə edirsinizsə, arasında to istifadə edəcəksiniz. Düzdür, burada bizim digər mövzularımızda mövcuddur. 2 dənə feil arasında nə istifadə olmalıdır, necə istifadə olmalıdır. Bu biraz gedib kompleks objekt mövzusuna falan da çıxa bilər. Amma hələ ki, want-dan sonra nəsə etmək istəmək kimi want to ifadəsini istifadə edin, okey? The monkey wanted to eat the banana. Niyə deməlim? Deyilər niyə çox istifadə olunur? Çünki rəsmdə gördüyümüz dəqiq bananlar mövcuddur. The banana to, həmçinin istədi. Qoyduq nöqtəmizi. Və ən kompleks cümləmiz hələ ki bu oldu. Yox, bu. Bura kimi. Ən kompleks cümləmiz budur. The boy saw that. Oğlan gördü ki. The monkey wanted to eat the banana too. Meymun da həmçinin bananı yemək istədi. Deməli, bura qədər birinci şəklin təsvirini bitirdik uşaqlar. Bitirdik. Özünüzü çox yormayın bacardığınız qədər uşaqlar bu məsələlərdə. Düzdür, çoxlu sözlər istəyirlər, 35 söz istəyirlər bizdə.
Amma ingilis dilində nəzərə alın ki, the artikelları olsun, köməkçi feillər olsun, sonra hətta to gördüyünüz bu to'lar olsun, hamısı söz hesab olunur. Ona görə də biz 35 sözü çox rahat bir şəkildə zaten 3 dənə şəkildə təsvir edərkən tamamlayacağıq. Burada əsas məqsədimiz həddindən artıq kompleks yazmaq deyil, oradan bal ala bilməkdir. Okay? Deməli, sonra gəlirik aşağı. Aşağıda nə görürük? Deməli, sonra belə deyək, ilk öncə oğlan bananı belə deyək. Necə deyə bilərik? Yəni Azərbaycan dilində bir dənə fikirləşək. Deməli, sonra oğlan ilk öncə bananı paylaşmaq istəmədi deyək. Oğlan ilk öncə bananı paylaşmaq istəmədi. İlk öncə ifadəsinə diqqət edin. First of all. At first, first of all, ilk olaraq deməkdir qızım. First of all, I wanted to mention you about something very important. İlk olaraq mən istərdim ki, sizə vacib bir şey haqqında xatırladım. Bax, o first of all-dur. Amma at first ifadəsi uşaqları bizdə ilk olaraq deməkdir. At first, çox sadə bir cümlə quracağıq. Oğlan bananı paylaşmaq istəmədi. Yenə past simple zamanından davam edirik. The boy. Amma past simple'ın nəyindən istifadə edəcəm mən burada? İnkarından. Elə deyilmi? Past simple Didn't want to share. Deməli, didn't-dan istifadə edirik. Didn't Want to share. To share. Want'dan sonra share'in istifadə olunması xatırladıq uşaqlar. To'nun istifadə olunması xatırladıq. At first, ilk olaraq the boy didn't want to share his banana. Öz bananını. His banana. Banana. Okay. Sonra uşaqlar baxın, maraqlı ifadələri burada qeyd edəcəyəm. Baxın, nə hansı ifadələrimiz vardı? At first'ümüz var idi, elə deyilmi? İlk olaraq. Gəlin bura qeyd edək maraqlı ifadələri. Sonra burada məsəl üçün nə idi? Suddenly. Hansı ki şeylərdə istifadə edə biləcəksiniz. Nə deyirlər onun adına? Esselərdə. Suddenly, qəflətən. Buraya yazıram. Qəflətən. Daha sonra nə deyə bilər? Hansı ifadə var? Next var idi yanına. Yox, next söz olaraq gedəcəkdir. Bu şey ifadəsidir. Bir dənə də ifadə buradan verirəm mən sizə. Then. Sonra uşaqlar, hadisə ardıcılığı qurarkən ingilis dilində then iki dənə cümlə arasında və yaxud da cümlənin başlanğıcında istifadə oluna bilər. Sonra elə oldu, sonra belə oldu. Çünki bəzi tələbələrimiz after qoymağa çalışırlar. Xeyr, after deyil ha. Qəti şəkildə. Məsələn, after bilsiz nə kimi istifadə olunur? After the journey, I decided to not to come here. Deməli, journey-dən sonra, yəni səyahətdən sonra mən qərarı aldım ki, buraya gəlməyim. Bax, after the journey, odur, o sonradır. İşlətmək olur axı. Necə? After that kimi. After that demək olur. Onun yerinə then istifadə. After that olanda olur qızım. Amma elə Then bəzən çox olur deyənə mən onu da araya qoyuram. Haycan? Then bəzən çox olur deyənə araya onu da qoyuram ki, şey Sinonim olmasın. olaraq gətirə bilərsən. After that, bundan sonra. Bundan sonra. After that-də belə bir şey var qızım. After that deyirsənsə, özündən əvvəl həqiqətən də bir hadisə baş verir. Ondan sonra after that deyirsən. Bundan sonra. Amma then deyəndə amma məsələn sonra belə oldu, sonra elə oldu. Yəni orada artıq özündəki hadisəyə referans vermək məcburiyyətində deyilsən. After that biraz referans kimidir elə bil. Başa düşürsən? Amma burada istifadə oluna bilər. Çünki biz burada əməli başlı bir geniş bir hekayə qururuq demək olar ki. Didn't want to share his banana. After that də deyə bilər. Then desək burada daha leksik cəhətdən uyğun gələcək uşaqlar. Çünki siz nəyə görə? Elə bil burada dəqiq baxın, mən şeylə, mənən o belə deyil, biraz duyum məsələsidir bu. Məsələn, mən duyumda burada görürəm ki, after that, bundan sonra elə bil orada sanki bir hadisə baş verdi, ondan sonra deyirəm, ondan sonra. Amma mən burada məsələn, burada sonra oğlan qərar istəmədi, baxdı, elə bir ciddi bir şey baş vermədi. Sonra oğlan qərarı aldı ki, deyəndə elə bir fikir verirsiniz, sanki daha belə leksik cəhətdən oturur kimi. Amma məsələn, müəllim, mən after that istifadə elədim, səhvdimi? Xeyr, səhv deyil. Deməli, then o qərarı aldı ki, bananı paylaşsın. Yenə past simple-dan davam edirik uşaqlar. Qərarı almaq nə idi bizdə? Decide. Qeydli idi. O zaman nə edəcəyik? Decided deyəcəyik. He decided
Elə deyilmi qızım? O qərarı aldı ki, he decided to share, paylaşsın it with the monkey. Hətta with the monkey də deyə bilərik. With nədir uşaqlar? İlə. With the monkey. Çünki bəzən də uşaqlar bana nə. Benim hiç paylaşmaz ki, promoyu verdi. Aycan? Paylaşmaz ki. Ha, verin. Promoyu verdi de. Haycan? Nə deyirsən qızım? Tutamıram söhbəti. Paylaşma indi promoyu vermek demek değil axı. Promoy verdi orada. Ha, özü yemedi. Yox, özü də Ay. ağzı doludur elə bil. Bir şekilde. Məncə paylaşır. Narahat olma, o qədər şey eləməyəcəklər, detala girməyəcəklər. Yox, orada özü vermədi, paylaşmadı. Yəni diqqət, bəlkə əlində 2 dənədir, birini yeyibdi, ikincisini verir. O qədər detala girmə qızım. O qədər detala girmə. Deməli, then he decided to share it with the monkey. Meymunla paylaşmaq qərarına gəldi. Sonra nə deyə bilərik uşaqlar? Meymun çox xoşbəxt oldu. Elə deyilmi? Bunu deyə bilərik. Burada artıq past to be istifadə eləyək gəlin. Keçmiş zamanda tərkibində hərəkət olmayan cümlə. Was, were, yadınızda past to be cümlələrimiz. Demək, the lesson were very interesting. Dərs çox maraqlı idi. The monkey və yaxud da became nə də deyə bilərdik əslində. Çevrildi, dönüşdü, oldu. Past simple'da become istifadə eləyə bilərik biz burada. İkisini də deyə bilərik. Ya past to be deyə bilərik, ya da past simple deyə bilərik uşaqlar burada. Ya deyə bilərik ki, the monkey became very happy. Meymun çox xoşbəxt oldu deyə bilərik uşaqlar. Ya da deyə bilərik ki, the monkey was very happy. Okay? Düzdür, burada become daha uyğun gələcəkdir. Çünki became daha doğrusu. Become'ın keçmiş zamanı. Çünki niyə uşaqlar? Çünki biz burada belə deyim sizə, olmaq, çevrilmək feili. Yəni bunu etdi deyə o elə çevrildi, oldu da. Became very happy. Very happy. Meymun çox xoşbəxt oldu. Deməli, bundan sonra bir dənə də uşaqlar, deməli, bir dənə starterla başlayırıq deməli. Sonra üçüncüdə deməli ending qoymalıyıq bura bir dənə qəşəng maraqlı. Ending. Yəni bu sizin bir mətnin fikri ola bilər bura. Demirəm məcburidir. Amma bizim işimizə çox yarayır ending. Cümlənin belə deyim, söz ehtiyatını çoxaltmaqdan ötəri, yəni mətni daha da gözəl göstərməkdən ötəri çox bizim işimizə yarayar. Mən belə bir sonluq qoymaq istəyərdim bura uşaqlar. Bu göstərir ki, paylaşmaq çox vacib və önəmlidir. Və yaxud da paylaşmaq dünyada özünüz bir maraqlı deyil, kamu spotu deyirlər uşaqlar. Belə bir şey deyəcəksiniz yəni. Paylaşmaq çox önəmli və vacib bir şey. Həyatda paylaşmaq çox önəmli və vacib nə olsun, nə olacaq? Nə deyək? Azərbaycan da quramalımı? Faktordur, yox, faktor olmayacaq. Və amil o olmadı. Yəni ingiliscə gətirməyə çalışıram. Gözünü görün, mən burada ilişdim. Görüm Azərbaycanda paylaşmaq çox önəmli və vacibdir. Bu həyatda paylaşmaq çox önəmli və vacib bir şeydir. Belə bir cümlə quracağıq uşaqlar. Bunun üçün nə edəcəyik uşaqlar? Sharing olacaq onda. Haycan? Sharing olacaq. Sharing, sharing paylaşım, paylaşmaq, eynən. Bu göstərir ki, və yaxud da eləcə This shows that də deyə bilərik. We understand that də deyə bilərik. It is, yəni ending istədiyin kimi ola bilər. Məsəl üçün nə ola bilər? Gəlin endinglərə nümunə göstərək. Əgər bu həqiqətən də hekayə bizə bunun önəmli olduğunu göstərirsə, deyə bilərik ki, this shows that. Bu göstərir ki, deyə bilərik. Və yaxud da nə deyə bilərik? Deyə bilərik ki, deməli, we understand from the story that we understand from the story that biz hekayədən anlayırıq ki, bu göstərir ki, bax görürsüz uşaqlar. Bunları məsəl üçün mən deyərdim sizə hətta belə deyim, cheating eləyim, bundan istifadə eləyin. Niyə? Çünki daha uzundur gördüyünüz kimi. Söz yığınını daha da artırır da indi nəqərə. Bunu etmək məcburiyyətindəyik. Deməli, nə deyirik? We understand from this story
that biz bu hekayədən anlayırıq ki, paylaşmaq bizim həyatımızda çox vacibdir. Bunun üçün nə istifadə edirik uşaqlar? Sharing is very important for our life. Bəli qızım, super. Əla, imkan verməyəsən. Əla. Hadi ben bildiğim şey diyene tezlemek istiyorum. Denəsən, həqiqətən məni bu çox xoşbəxt eləyir, çox ləzzət eləyir mənə həqiqətən bu qədər belə necə deyim, düşədə çəkirgə olmağın çox ləzzətdir. Amma o bir uşaqlara da izah etməliyəm. Ona görə qızım, present to be-dən istifadə edəcəyik uşaqlar. Present to be nə idi? İndiki zamanda tərkibində hərəkət olmayan cümlə idi. Elə deyilmi? İndiki zamanda tərkibində hərəkət olmayan cümlə deyəndə to be əmizardan istifadə edirdi, elə deyilmi? Paylaşmaq nə deməkdir? Sharing-dən gedəcəkdir uşaqlar. Sharing, paylaşım, paylaşmaq is to be-ni qoyduq. Sonra nə idi? Yadınızda bunun dərsini keçəndə adjective, adverb, adverb nədir əsasla? Adjective, object, verb, place, time kimi davam edirdik. Very important, çox vacibdir. Deməli, bizim həyatımızda içərisində həyatın, yəni our lives, həyatlarımızda, okay, lives, belə cəmləyəcəyik. Deməli, gəl hekayəmizə baxaq. Demirəm mükəmməl bir hekayə oldu. Bu hekayəni gözəl yazmaq olardı. Ən azından dəqiq bir şəkildə bal alacaq bir əlimizdə hekayə var və maksimum dərəcədə sadə şəkildə yazmağa çalışmışıq ki, balımız gözəl gəlsin. In the picture, I can see there is a boy and a money yazmışam mən. Allah cəzamı verməsin. Monkey. Deməli, monkey. The boy has a banana in his hands. Buyur qızım, kim sənini qaldırdı? Mən Ömər müəllim. Buyur qızım. Mən bir dəfə essay yazanda 60 sözlük yazmışdım. Müəllimim demişdi ki, elə çox yazanda səhv götürürlər. Mən onu deməyə çalışıram da qızım. Həddindən artıq çox səhv götürürlər yox əslində. Deməyim ki, onu səhv götürürlər. Əslində məsələ ondan ibarətdir ki, çox yazanda artıq sənin səhv etmə ehtimalın hərflərdə səhv et. Bax gördünüz bir dənə elə mən müəlliməm monkey əvəzinə götürüb ta yazanda klaviaturada money yazmışam. Düzdür, bu klaviaturada bəlkə də basmışam, basılmayıbdı. O da ola bilər klaviaturada, amma insanıq da hamı səhv eləyə bilər, elə deyilmi? Heç kim mükəmməl deyil. Sən çox yazdıqca çox səhv etmə ehtimalın artır. Əsas bizim burada məqsədimiz nədir? Bizim burada məqsədimiz bal almaqdır, okey? Bizim burada məqsədimiz öz gücümüzü mümkün olduğu qədər yüksək şəkildə göstərmək deyildir. Əfsuslar olsun ki, abituriyentin tamamilə bircə dənə məqsədi vardır. Uşaqlar oradan mümkün olduğu qədər bal çıxartmaq, balını yüksəltmək və bundan da gözəl universitetlərə qəbul olmaq. Bəli, siz essay, məsəl üçün, deyək ki, IELTS-a falan hazırlaşsaydınız, mən sizə deyərdim, okey, burada gəlin therefore istifadə edəyin, nə bilim, because of this istifadə edəyin, nə bilim, however istifadə edəyin. Belki ben istəyərəm. Haycan? Çünkü belki ben istəyərəm. Sən istəyərsən IELTS-a hazırlaşmaq. Gələcəkdə niyə görə? Çünkü mənim gələcək haqqında heç bir planım yoxdur. Okay, you don't have any plans for your future yet? Bəli. Okay, inşallah yaxşı olacaqdı qızım. Bu barədə Allahın izni ilə danışarıq. Deməli, yəni demək istədiyim burada abituriyentdir. Bu məqsəd ondan ibarət ki, ən yüksək bal alaq və dediyində də ayən düzlük vardır ki, həddindən artıq çox yazanda artıq çox səhv etmə ehtimalımız olur və bu da avtomatik olaraq balımızın aşağı gəlmir. Çünki meyarlar elə qurulubdur ki, orada deyir ki, məsələn, hərf səhvi varsa filan şey götür, 2 hərf səhv. Sən çox yazdıqca avtomatik olaraq hərf səhvinin də çox olmaq ehtimalı var, elə deyilmi? Deməli, the boy has a banana in his hands. Suddenly a monkey jumped next to him. The boy was scared. The boy saw that the monkey wanted to eat the banana too. At first the boy didn't want to share his banana. Then he decided to share it with the monkey. The monkey became very happy. We understand from this story that sharing is very important in our lives. Bunu ümumi hesablasaq 100% 35-dən çox sözümüz var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47. Nəysə, 47-də burada qalmışam uşaqlar.
Az hesabladım, çox hesabladım, bilmirəm. Yəni 35-dən çox olduğu dəqiqdir. Yəni heç narahat olmayın. Heç narahat olmayın. Başa düşə bildiniz uşaqlar? Bunu da atıram sizə. Bu bizə ümumi yolumuzdur. Əlbəttə ki, bu yeganə yol deyildir. Yəni deyirəm bu, amma daha da biz bunu mexanikləşdirdiyimiz yoldur. İndi buradan bir-iki dənə necə deyim, şeylər götürdük, sözlər götürdük. Amma bu demək deyil ki, biz təkcə bu dərsdən yekunlaşacağıq uşaqlar. Heç narahat olmayın. Çoxlu esselər yazacağıq. Həmin essələrdəki səhvlərimizə baxacağıq. Həmin essələrdəki səhvlərimizi düzəldib hər öz esseni təqdim edəcəkdir. O esseləri biz birlikdə analiz edəcəyik, baxacağıq. Ondan sonra orada harda səhv eləyibdi, buradan haranı düzgün eləsə olardı. Haranı çox gözəl eləyibdi, orada təqdir etmək lazımsa tələbəmizi təqdir edəcəyik dostlar. Amma ümumilikdə belə esse yazmaq, yəni esse yazmağa giriş olaraq, bunu esse yazmağa giriş olaraq belə artıq biraz özünüzü daha əmin hiss eləyirsinizmi? Ayda deyəsən mən götürsəm yaza bilərəm. Ayən sənin xüsusilə ilk təcrübələrində nə düşünürsən qızım? Buna müəllim yazdım, sizə atdım WhatsApp-dan. Atmısan mı WhatsApp-dan? Tamam. Birini atmısan. Yəqin ki, indi bu şəxsidir, ona görə istəməzsən ki, mən bir dəqiqə burada ekran paylaşım eləyim, bütün hamı görsün, başa düşürəm. Amma bir dənə qoy özüm baxım qızım, özüm baxıram, narahat olma, heç kimdən paylaşmıram. Deməli, nə yazırsan? Yoxdur deyirsən, tamam. Okey, tamam. Can, əgər fərqi yoxdursa, icazən varsa qızım, mən bunu paylaşmaq istəyərdim bir dəqiqə. Paylaşın. Okey, yox, özündən icazə Allah. Ayan, icazən var? Olar. Onsuz da burada hamımız öyrənirik işte. Bəli, gözəl qızım. Bəli. Yox, bəzi abituriyentlərimiz var. Çəkinir, eləyir. Yəni heç də çəkinmək falan ehtiyac yoxdur. Hamımız burada öyrənirik. Eynən. Uşaqlar, bir dəqiqə hal-hazırda esseni gözünüzün qabağında görürsünüz. Biz bu esseni başqa bir ekrana daşıyıb bizim üçün rahat olsun. Gözləyin. Bir dəqiqə. Hoppa, dənə. Esseni başqa bir ekrana daşıyaq. Okey. Bu ekrana daşıdıq essemizi uşaqlar. Okey. Hal-hazırda esseni ekranınızda görürsünüz əziz dostlar. Deməli, gəlin görə. In my opinion. Bu starterı mənim fikrimcə deyibdi. Başlayıbdı. Tamam, olar. Nəyə görə deyib? The boy is eating a banana. Oğlan bananı yeyir. Present continuous istifadə edibdi gördüyünüz kimi uşaqlar. Elə deyilmi? Bəli, belə də ifadə etmək olardı. Present continuous. The monkey comes. Qızım, burada S yazacağıq. Çünki niyə present simple istifadə edirik? Əgər artıq bu yolu seçmişiksə ki, bunu biz present simple'larla istifadə edək, olsun, present simple istifadə edəcəyik. The monkey comes next to him for wanting to eat the banana olacaqdı qızım. Bacardığın qədər gözəl qızım qısa tutmağa çalış, okey? Bacardığın qədər qısa tutmağa çalış. Məsəl üçün, the monkey came next to him. Burada deyib dayandıra bilərsən. Növbəti cümləni aça bilərsən bundan. Okey? Bacardığın qədər qısa tutmağa çalış ki, burada bəzi kompleks yerlərdə səhv eləməyəsən. Çünki burada məsəl üçün for want a banana, for deməli belə deyim, burada banananı istəmək üçün onun yanına gəldi demək istəyirsən yəqin ki. The monkey came next to him to want the banana. Yadda saxlayın uşaqlar. Belə bir qaydalar vardır. Bunları esselər yazdıqca sizə də göstərəcəyim. Baxın, üçün demişik elə deyilmi? For da üçün mənasını verir. Elə for da üçün mənasını verir. Maraqlıdır. Siz bilmişsiniz, amma to da üçün mənasını verəcəkdir. Bəs bunların fərqi nədən ibarətdir müəllim? For da to da üçün mənasını verəcəkdirsə, fordan sonra uşaqlar biz adətən pronoun və yaxud da noun istifadə edirik. Məsəl üçün belə bir cümlə. I came here for you. I came here for you. Here for you. Mən sənin üçün buraya gəlmişəm dedik. To isə uşaqlar bu da üçün mənasını verir, amma özündən sonra feil istifadə olunur. I came here to see you. Mən buraya səni görmək üçün gəlmişəm. Fikir verirsiniz uşaqlar, to see. Deməli, əgər feildə üçün yaratmaq istəyiriksə, to-dan istifadə edəcəyik uşaqlar. Deməli, ona görə biz bu cümləni belə qura bilərdik. Əgər qızımın istədiyi kimi cümləni qursadıq, ayənin istədiyi kimi. The monkey came next to him to ask for the banana. Ask deyəcəyik burada. Want deməyəcəyik. Ask xahiş etmək, istəmək deməkdir uşaqlar. Yadda saxlayın. Tamam. At this time, bu anda, bəli, gözəl cümlələr arası bağ qurmuşsan. The boy
was scared. Qızım, okay, to be scared olaraq gedir. Sırf bu sözün özüdür, to be scared olaraq gedəcəkdir. Bəli, biraz qeyri-intuitiv səslənir. Sanki past simple-dakı feilin edi qəbul etmiş variantını qoyuruq, elə deyilmi? Ona görə də to be scared olacaqdır. And withdrawn. Bəli, super, əla qəşəng. Geri çəkildi. Withdrew olacaqdır. Sən feilin 3-cü formasını qoymuşsan qızım. Feilin 2-ci forması burada qoyulacaqdır. And withdrew. The boy was scared and withdrew olacaqdır. Super. After a while, super bu bağlayıcını çox bəyəndim. Bir müddət sonra the boy shared past simple deyəcək çünki axırda past simple'larla getmisən burada. Shared his banana, o bananını paylaşdı. In the end, sonda they were so happy. Okay? Keçmiş zaman qızım. Onlar çox şeydilər. Qızım super 3-cü cəhd üçün mükəmməl, super əla. Ayən həqiqətən də yəni çox super. Hətta xüsusi eksperimentlər eləmisən orada. Çox gözəl. Yəni bu məni çox şad elədi gözəl qızım. Bu ruhla da davam elə. Aydındır gözəl qızım. Bəli. Okay, əla. Uşaqlar, deməli, bugünlük dərsimizə gəlin burada yekunlaşaq. Əgər hamımızın icazəmiz varsa bu dərsin o şeydən izah olunan hissəsini də mən video halında paylaşacağam. Çünki bu məncə bir çox tələbələrimizə də şey eləyəcək. Siz də öz istədiyiniz dostlarınıza, tanışlarınıza göndərə bilərsiniz ki, indi ola bilsin abituriyent dostlarınız falan öyrənmək istəyirlər, necə yazmalıdırlar falan. Baxa bilərlər, onlar da faydalana bilərlər, bir problem yoxdur. Özünüzdə müğayət olun o zaman əziz dostlar. Növbəti dərsdə sizdən proposition istəyəcəyim Allahın izni ilə. Propositionlar tamamən yazın, gətirin və növbəti dərsdən bir dənə də essay verəcəyim, burada yazacağıq. Nətərdir? Super. Süper, əla. Növbəti dərsdə görüşmək ümidi ilə o zaman uşaqlar. Özünüzdə müğayət olun. Sağ olun. Salamat qal. Sağ olun. Sağ olun. Sağ olun.